Sumqayıt şəhərində möhtəşəm hərbi parad təşkil edildi. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş tədbir məktəblərin ənənəvi hərbi paradı ilə yadda qaldı. Vətənpərvərlik mahnı sədaları altında təşkil edilən paradı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bütün idarə və müəssisə rəhbərləri, həmçinin on minlərlə şəhər sakini izlədi. Qeyd edək ki, parad artıq ənənəvi şəkil alaraq şagirdlərin milli mənəvi dəyərlərimizin qorunması və gənclərin hərbi vətənpərvərlik ruhda tərbiyə olunması işində, həmçinin də fiziki cəhətdən sağlam böyümələrində müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədlə hər il şəhərin tam orta məktəblərində ciddi hazırlıq işləri aparılmaqla şagirdlərin hərbi paradı keçirilir. Bu ilki parad da Sumqayıt şəhər tam orta məktəblərini təmsil edən Şahin komandaları, ibtidai siniflərdə təhsil alan balaca hərbiçilər olmaqla 3000-dən çox məktəbli iştirak edib. Paradda həmçinin yuxarı sinif şagirdləri ilə yanaşı Milli Ordunun texnika və əskərləri, hərbi orkestr, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər hərbi texnika maketləri və Azərbaycanın dövlət quruculuğu tarixində müstəsna rolu olmuş Difai Təşkilatının tərənnüm edən 20 atlı dəstəsi də iştirak etdi. Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə möhtəşəm hərbi parad keçirildi. Sakinlər bu hərbi paradı böyük coşqu ilə qarşıladılar. Məktəblərin hərbi keçidi Ulu Öndər Heydər Əliyevin abidəsi önündən başlayaraq şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etdi. Bu da şəhər sakinlərdə ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradaraq gənclərimizin hərbi vətənpərvərlik ruhunu daha da artırdı.